Salam dostlar. Bugün qoyunçuluqda ən vacib mövzulardan biri haqqında danışmaq istəyirəm. Gəlin başlayaq. Bir çox insanlar elə düşünür ki, yay fəsli qoyunlar üçün ən rahat dövrdür. Ot bol olur, hava isti keçir və heyvanlar bütün günü otlaqda qalır. Amma əslində ən böyük itkilər məhz yay aylarında baş verir. Diqqətsizlik, yanlış və səhv idarə etmə nəticəsində həm qoyunların sağlamlığı pisləşir, düşür. Gəlin yayda o qoyun saxlayanların ən çox etdiyi səhvlərə birlikdə baxaq. Günün ən isti saatlarında otarmaq. Ən böyük səhvlərdən biri qoyunları günorta saatlarında otarmaqdır. Günün ən güclü olduğu vaxtlarda heyvanlar istilik stresi keçirir. Bu zaman onlar daha az otlayır, çox nəfəs alır, halsızlaşır və bədən temperaturu yüksəlir. Ən doğru üsul səhər tezdən və axşamüstü, yəni gün batandan sonra otarmaqdır. Günorta isə qoyunlar müəyyən yerlərdə, yəni kölgədə dincəlməlidirlər. Su çatışmamazlığı. Yayda su həyati əhəmiyyət daşıyır. Bəzi təsərrüfatlarda qoyunlara gündə cəmi bir dəfə su verilir. Bu isə ciddi səhvdir. İsti havalarda qoyunların suya ehtiyacı xeyli artır. Susuzluq yem qəbulunu azaldır, çəki artımını zəiflədir və süd verən qoyunlarda məhsuldarlığı aşağı salır. Su həmişə təmiz, sərin və kifayət qədər olmalıdır. Qoyunlar gündə bir neçə dəfə su qəbul edə bilsinlər deyə. Kölgə təmin etməmək. Bəzi otlaqlarda bir dənə də olsun kölgəlik yoxdur. Saatlarla gün altında qalan qoyunlar zəifləyir və istilik vurma riski artır. Əgər təbii kölgə yoxdursa, qoyunlar üçün sadə kölgəlik qurmaq belə onların sağlamlığı üçün böyük fərq yarada bilər. Mineral əlavələrin unutmaq. Təkcə ot qoyun üçün sözsüz ki, kifayət eləmir. Yay aylarında tərlə birlikdə orqanizm minerallar da itirir. Duz və mineral daşların olmaması, zəif inkişaf, iştahın azalması və müxtəlif sağlamlıq problemləri yarada bilər. Sonra parazitlərə qarşı mübarizə aparmamaq. İsti hava, gənə, milçək və digər parazitlərin sürətlə çoxaldığı dövrdür. Vaxtında profilaktika aparılmazsa, heyvanlarda qan azlığı, arıqlama və müxtəlif xəstəliklər yarana bilər. Dırnaqlara diqqət etməmək. Bir çox fermer yalnız qışda dırnaq baxımı edir. Halbuki yayda da dırnaqlar yoxlanılmalıdır. Uzun dırnaqlar qoyunun rahat hərəkət etməsinə mane olur və otlama müddətini azaldır. Xəstə qoyunları sürüdə saxlamamaq. Bir qoyunda xəstəlik əlaməti görünən kimi onu qoyunlardan ayırmaq lazımdır. Əks halda xəstəlik bütün sürüyə yayıla bilər və itkilər qat-qat artar. Yaydır, tez, heç nə olmaz düşüncəsi ən təhlükəli səhv məhz budur. Bir çox insan yayda xəstəliklərin az olduğunu düşünərək nəzarəti qoyunlara zəiflədir. Halbuki yay aylarında istilik stresi, parazitlər, su çatışmamazlığı və yem problemləri ilə birlikdə ciddi risk yaradır. Qoyunçuluqda uğur yalnız çox qoyun saxlamaqla əldə edilən bir şey deyil. Əsas məsələ mövsümə uyğun, düzgün idarə etmədir. Yay aylarında edilən kiçik səhvlər payızda böyük maddi itkilərə səbəb ola bilər.
Əgər qoyunlarınıza kifayət qədər su verirsinizsə, onları günün səhər saatlarında otarırsınızsa, məsələn, kölgə təmin edirsinizsə, yem keyfiyyətinə diqqət yetirir və vaxtında profilaktik tədbirlər görürsünüzsə, həm heyvanların sağlamlığını qoruyacaq, həm də qazancınıza müsbət təsir göstərəcək.